Çok sağ olun Aydınız Hanım. Önce bu konserte göre siz halkımızı buraya toplamışsınız. Ben diyelim, halkım sağ olsun, vətənim sağ olsun. Halkımın bu burada çıkış edən körpə balaları, Allah onları korusun. Allah saklasın onları. Allah sizin de ürəyinizin arzularını versin. Halkımın ürəyinin Allah arzularını versin. Halkım sağ olsun. Gözəl Ermənistan, xalqımızın dəyərlisi, bizim hər birimizin dəyərlisi. Əzizim, bu gözəl, möhtəşəm tədbirə görə, konsertə görə sizə dərin təşəkkürümüzü bildiririk. O qədər gözəl düşünmüşsünüz, o qədər hər bir detalı yerindəcə düşünüb həll eləmişsiniz ki, hamımızın ruhu oxşadı. Çox sağ olun, minnətdarıq sizə və bugün bizim vətənimizə azadlığı bəxş edən şəhidlərimizin ruhu qarşısında baş əyirik. Onların ruhları şad olsun, Allah rəhmət eləsin. Vətənimiz azaddır, daim bu əbədi azadlıq bizimlə olsun. Və nə deyim, bugün biz şəhid analarıyıq, buradayıq, əziz dəyərlimiz Polad Həşimovun anası, Sərmayə anamız, hamımızın anası yanımızdadır. Həsənovun anası, Mələk anamız buradadır. Və mən də Əbdülməcid Axundovun anası, Ceyran xanım buradayıq. Teşekkür ederim. Ermənistan, öpürəm sizi, bağımda basın, balacalara, sizin bu akademiyanın tələbələrinə uğurlar arzulayıram. Və bu təzə xəbəri də aldıq ki, sizin bir tələbəniz Amerikada birinci yeri tutub. 2 tələbəniz. Onları da ürəkdən təbrik edirəm. Onlar da bizim vətənimizin, xalqımızın evlatlarıdır. Azərbaycanımızı təmsil edirlər. Biz bununla qürur duyduq. Eşidəndə vallahi mən çox sevindim, sevincdən göz yaşlarım axdı. Öpürəm sizi. Çox sağ olun dəvətə görə. Mən də dəyərli Aydınız xanım, təbrik edirəm bu möhtəşəm konsert üçün. Çox sağ olun. Həqiqətən bizim ruhumuz dincəldi. Yəni burada hər tərəfli, yəni Səmaya anamız var. Bizi ağırladığınız üçün, dəyər verdiyiniz üçün çox sağ olun. Mən birdən bir şey deyim. Yəni Mələk burada iştirak edir. Deyir gülü özüm verəcəm müəllimə. Mən ona görə babam olsun. Canım. Çok sağ olun. Öz qanadınızın altına almışsınız. Yəni onları əzizləyirsiniz, onlara ağır verirsiniz. Təşəkkür edirəm sizə. Mən sizə təşəkkür edirəm. Yaxşı ki sizin kimi analar var və ölkə basılmaz. Ölkənin belə oğullarının anaları var ikən, bu ölkənin oğulları necə qəhrəman olmaya bilərlər? Belə analar zaten elə qəhrəman da olur da. Sizə qurban olun. Hörmətli tamaşaçılar, əbədi olan vətəndir. Müəyyən devir kəsimində hamı bu həyatdan gedir. Cavan, qoca, yaşlı. Bizim igidlərimiz dünya müharibə tarixinə ən qısa müharibələrin birini yazdırdı. Mən evladımla, şəhid olan bütün oğullarla birinci və ikinci Qarabağ müharibəsində həlak olmuş 21.000 oğul anasından hamınıza anası adına sizlə təşəkkür edirəm. Bugün gəlmişsiniz, bu gözəl konserti. Aydınız xanım, siz bilirsiniz, mən birinci sənətdəyəm. Yəni, bunu yol başa gətirmək çox çətindir özdə indiki zamanda. Sizə təşəkkür edirəm. Düzdür, mən biraz ağladım. Mən biraz
Qəmli notlar üstündə köklənmişəm bugün. İstəməzdim siz qəmli olasınız. Xalqımız yaşasın, ordumuz yaşasın. Şəriflərimizə Allah rəhmət eləsin. Qazilərimizə Allah şəfa versin və ordumuz həmişə zəfərli olsun. Zəfər ordusu olsun. Çox sağ olun.